Bu gün mən sizə Həmzənin qıratı qaçırması qolu barədə məlumat verəcəyəm. Əsərin oxunuşunu həyata keçirək. Bu oxunuşu həyata keçirməkdə məqsədim odur ki, siz əsərləri həmçinin audiobook formasında, yəni səsli kitab formasında da mənim YouTube kanalımdan dinləyə biləsiniz. Əziz şagirdlərim, sizə uğurlar arzu edirəm. Həmzənin qıratı qaçırması qolu. Bağlı əhvalatından sonra Xodkar ətrafa namələr yazıb, adlı-sanlı paşaları, pəhlivanları, qoşun böyüklərini yanına çağırdı. Böyük bir məclis qurdu. Burada Bağdad əhvalatı dedikdə, bilirsiniz ki, Aslan Paşa ilə olan əhvalat nəzərdə tutulur, Durna teli qoluna işarə var. Elə ki, hər kəs öz yerinə tutdu, Xodkar dedi, nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindecanlıq bizə haram olacaq. Sizi çağırmışam ki, tədbir tökəsiniz görək, necə eləyək ki, onu dünya üzündən yox edək. Budur, gün-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dəladuz varsa, gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budur, qoşun düzəldib şəhərlərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nökərdən, naibdən olaq, ya da ki, dağlarda, daşlarda qaçaqlıq edək. Elə ki, Xodkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi, aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq. Biri dedi, adamlarından ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək. Biri dedi, sən başa düşmürsən, o birisi dedi, sən qorxaqsan. Qərəz, bu məclisdən bir səs güy qalxdı ki, ağız deyəni qulaq eşitmədi. Bunlar değişməkdə olsunlar. Sənə kimdən deyim? Toqatlı Hasan Paşadan. Bu Hasan Paşa kim ola, kim olmaya, haman Toqatlı Hasan Paşa ola ki, atdan ötürü Koroğlunun atası Alı kişinin gözlərindən çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu. Bu qolda həmçinin Alı kişi qoluna da işarə var. Deməli, bu Həmzənin qıratı qaçırması qolunda digər iki qola da işarə var. Bilirsiniz ki, Alı kişi qolu da proqrama təzə əlavə olundu. Hasan Paşa Xodkarın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava eləməyin min bir fəndini bilirdi. İndiyə kimi Xodkar onu hansı qulluğa buyurmuşdusa, birə beş yerinə yetirmişdi. Hasan Paşanın deməli əlamətləri nə oldu? Çox bacarıqlı qoşun böyüyü idi, dava eləməyin min bir fəndini bilirdi. Bu testə düşüb, burada diqqətli olaq. Qərəz Hasan Paşa da bu məclisdə idi. Elə ki, səs-küy qalxdı, Xodkar fikir verib gördü ki, bu danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil. Hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirdilər ki, ilanı Seyid Əhməd Əli ilə tutalar. Xodkar özünü Hasan Paşaya tutub dedi, Hasan Paşa, söz sənindir. Hasan Paşa durub Xodkara bəşəyib dedi, Xodkar sağ olsun, Xodkar əmri ki var, Allah əmridir. Baxın, Xodkar əmri ki var, Allah əmridir, bunu da deyən Hasan Paşadır. Sən doğru buyurursan, Koroğlu doğrudan da çox tüğyan edib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki, iş bu yerə çatıb, baş üstə onun atasının gözlərini mən çıxartdırmışam. İnşallah Xodkarın sayəsində özünü də bu İstanbul şəhərində dar ağacından mən asaram. Ancaq Xodkar sağ olsun, onun çoxlu adamları var ki, gəlib lap böyük-böyük məclislərə girib, söhbətlərə qulaq asırlar. Sonra ona xəbər verirlər. Odur ki, fikrimi sənə təşrişdə deyəcəyəm. Məclis adamları Həsən Paşanın bu sözünə ürəkdə rəncidə oldularsa da, Xodkarın qorxusundan biruzə verə bilmədilər. Xodkar Hasan Paşaya əhsən deyib məclisi dağıtdı. Elə ki, tək qaldılar, Hasan Paşa dedi, Xodkar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tərəfdən qoşun çəkib onu halqa mələkə eləyək. Hamısını bir yerdə qırıb qurtaraq. Yoxsa biz onu öldürməklə bir kar aşmaz. Deməli, Koroğlu ilə Bolu bəy qolunda da üç yerdən hücum etmək istəyirlər. Həmzənin qıratı qaçırması qolunda da üç yerdən hücum etmək fikri var. Xodkar dedi, Hasan Paşa, sənə 40 gün möhlət verirəm. Baxın, 40 gün möhlət verir. Əgər onu yox elədin, səni özümə sədr-əzəm eləyəcəyim. Yox eləyə bilmədin, onda 3 nöqtə. Deməli, 40 gün möhlət verir.
Xodkar Həsən Paşaya 40 gün məsləhət verir və deyir ki, sən onu yox elədin və səni özümə sədrəzəm eləyəcəyəm. Həsən Paşa dik qalxıb dedi: "Sənə qurban olum, mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özümü həlak eləyərəm. Ancaq sən bütün paşaların qoşun böyüklərinin ixtiyarını mənə ver." Xodkar dedi: "Külli ixtiyarsan, necə istəyirsən, elə də elə." Deməli, Həsən Paşa bu tapşırığı yerinə yetirmək üçün, yəni Koroğlunu yox eləmək tapşırığını yerinə yetirmək üçün Xodkardan bütün qoşun böyüklərinin ixtiyarını istəyir. Xodkar da deyir ki, külli ixtiyarsan, necə istəyirsən, elə də elə. Həsən Paşa baş əyib mürəxxəs olmaq istəyəndə Xodkar dedi. Mürəxxəs olmaq odur ki, yəni azad olmaq istəyəndə. Bir də bu zalım oğlu zalım bu tərəfə bir dənə karvan buraxmır. Hamısını soyur. Gərək bir təhər eləyib yaraqlı yasaqlı bir karvan düzəldəsən, şəhərə biraz mal gətizdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bəs Xodkar qalıb Koroğlunun əlində aciz, şəhərə mal gətizdirə bilmir. Və Xodkarın ikinci tapşırığı da olur ki, yaraqlı yasaqlı bir dəstə düzəlt, şəhərə mal gətizdir. Həsən Paşa əlini gözünün üstünə qoyub dedi: "O da mənim gözüm üstə." Onda Xodkar Həsən Paşaya rüsxət verdi, yəni icazə verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs Həsən Paşa onların üstündə külli ixtiyardır. Kim onun buyruğuna əmr eləməsə, dar ağacından asılacaq. Qasid namələri aparmaqda olsun, sən eşit Həsən Paşadan. Həsən Paşa oradan Toqata qayıdıb bir məclis düzəltdi. Deməli, ikinci məclis də olur Toqatda, Həsən Paşanın imarətində. Tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini, pəhləvanları yanına çağırdı. Elə ki, yerli yerini tutdu, Həsən Paşa özü məclisə gəldi. Əvvəl bir məclisə göz gəzdirdi. Hamını gözdən keçirtdi. Elə ki, arxayın oldu ki, hamısı öz bildiyi, tanıdığı, etibar elədiyi adamlardır, başladı danışmağa. Xodkar məclisində olanların hamısını onlara danışdı. Hamı əhvalatdan hali olandan sonra çıxardıb Xodkarın möhürlü naməsini onlara oxudu. Ondan sonra dedi: "Bilin və agah olun, bizim tədbirimiz belədir ki, Koroğlunun üstünə 3 tərəfdən qoşun çəkək. Gərək elə eləyək ki, o göz açmağa macal tapa bilməsin. İndi sizi bura yığmaqda mənim muradım budur ki, deyəsiniz görüm, bu işə kim qol qoya bilər? Kim 3 qoşundan birinin sərkərdəsi ola bilər?" Məclisin üstünə elə bir su səpələdilər. Daşdan divardan səda çıxdı, məclisdən səda çıxmadı. Onda Həsən Paşa dedi: "Qoşunun birisini mən özüm aparacağam, özü də qabaq tərəfdən gedəcəyəm. O biri qoşunların biri sağ tərəfdən, biri də sol tərəfdən gəlib baş qatacaqlar ki, onlara da mən hər cür kömək eləyəcəyəm." Yenə də məclisdən səs çıxmadı. Həsən Paşa əmr elədi ki, 2 badə doldurub gətirdilər. O hər badəyə bir dənə qiymətli ləl salıb dedi. Ləl yəni cəvahirat, qiymətli daş. O kimdir ki, bu badəni içə? Ləli cibinə qoyub bu işə boyun ola. Mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayam, üstəlik qızlarımdan birini ona verəm. Deməli, 2 dəfə müraciət eləyir məclisə. 2 dəfə də səs çıxmır. Sonra axırda bir badə götürür, içinə bir ləl salır. Daha sonra vəd verir ki, Toqat paşalığını bağışlayacağam, bir də qızlarımdan birini ona verəcəyəm. Məclisin bir tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya, Ərzincanlı Bolu bəy ola. Bolu bəy Ərzincan qalasında qoşun böyüyü idi. Deməli, Ərzincanlı Bolu bəy igid oğlanlardan biri idi. Özü də çoxdan idi ki, Həsən Paşanın böyük qızı Dünya xanıma aşiq idi. Deməli, Həsən Paşanın böyük qızı Dünya xanıma aşiq imiş. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini ələ almaq istəmişdisə, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. O da cürət edib Həsən Paşanın yanına elçi göndərə bilməmişdi. Çünki bilirdi ki, Həsən Paşa qızlarını çox istəyir. Onların bir sözünü iki eləməz. İndi ki, Həsən Paşa məsələni bu şəkildə qoydu, Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa duracaq, Həsən Paşa sevincək dedi: "Mərhaba Bolu bəy, mən elə bilirdim ki, bu işə axırda sən gedəcəksən." Bolu bəy irəli yeriyib badənin birini Həsən Paşadan aldı, dedi: "Paşa sağ olsun. Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm. Ancaq mənim bir şərtim var." Həsən Paşa dedi: "Şərtindir, hər nə olsa yerinə yetirəcəyəm." Bolu bəy çox hiyləgər adam idi. O, necə deyərlər, şeytana papaq tikib təpəsinə deşik qoyardı.
Bir dəfə gözlərini dolandırıb məclisə baxdı. Sonra üzünü Hasan Paşaya tutub ucadan dedi: "Paşam, mən bilirəm ki, bu xodkar əmridir. Odur ki, buradakı əhdə arxayınam. Bilirəm ki, burada xilaf söz olmaz. Necə ki əhd eləmisən, Toqat paşalığını mənə tapşıracaqsan, mən də özünə nökər eləyib qızını verəcəksən. Mənim sözüm onda deyil. Mənim şərtim budur ki, gərək pəhləvan Qəcar alını, bir də Mehdər Murtuzu mənə verəsən." Baxın, eyni bu motiv həmçinin Koroğlu ilə Bolu bəy qolunda da var. Qəcar alı Toqatın lap azman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasına yerə vuran, qılıncının qabağında qalxan, saxlayan olmamışdı. Mehdər Murtuz da düz 7 il Koroğluya mehdərlik eləmişdi. Deməli, Mehdər Murtuz da Koroğlunun mehdəri olub, düz 7 il ona mehdərlik eləyib. Mehdər də bilirsiniz ki, ata qulluq edən şəxsdir. Çənlibeli yaxşı tanıyırdı. Şərtim şəkər üstə, hamısına razıyam. Bolu bəy badəni içdi, ləli götürüb cibinə qoydu, qayıdıb yerinə oturdu. Bundan sonra Hasan Paşa ikinci badəni doldurub dedi: "İndi növbə ikincinindir." Elə bu sözdə bir qasid toz torpağa bulanmış, özünü saldı məclisə. Hasan Paşaya baş əyib bir namə verdi. Hasan Paşa naməni oxuyub gördü ki, ərəb reyhanlandı. Yazdı ki, Hasan Paşa, eşitmişəm, Koroğlunun üstünə qoşun çəkirsən. Bil agah ol, Koroğlu mənim düşmənimdir. Əgər razı olsam, mən də onun üstünə gedərəm. Hasan Paşa şadlığından bilmədi ki, nə etsin. O, ərəb reyhanı tanıyırdı. Bilirdi ki, zor adamdır. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Üzünü məclisə tutub dedi. İkinci adam da öz ayağı ilə gəldi. Bunu deyib Hasan Paşa badəni qaldırıb qasidə verdi. Dedi: "Badəni iç, içindəki ləli aparıb ağana ver. Deynən ki, yolunu gözləyirik. Tez gəlsin, gözümüz üstə yeri var." Deməli, burada ərəb reyhanın badəsini içən özü olmur. Ərəb reyhan ümumiyyətlə burada iştirak eləmir. Sadəcə onun naməsini qasid gətirir və badəni də qasid içir, içindəki ləli də aparıb ağasına verməlidir. Qasid badəni içdi, ləli öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan Paşa vəzirinə tapşırdı ki, qasidi aparıb yedirsin, içirsin, biraz da pul verib yola salsın. Naməyə də cavab yazsın. Vəzir qasidi də götürüb getdi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Hasan Paşa dedi: "Ərəb reyhanından." Hamı şad oldu. Hasan Paşa əmr elədi, çalanlar, oynayanlar gəldilər, kef başlandı. Elə ki, yedilər, içdilər, damaqlar duruldu. Mehdər Murtuz ədəblə baş əyib dedi: "Paşam sağ olsun, xodkara da qurban olum, sənə də. Sizin buyruğunuz Allah buyruğudur. İndi ki, bizi göndərirsən, gedəcəyik. Ancaq orasında deyim ki, Koroğlunun igidliyinin yarısı qıratdadır. Nə qədər ki, o qıratın üstündədir, biz onu heç nə eləyə bilmərik. Əgər Koroğlunun müsməhəl eləmək istəyirsənsə, birtəhər elə o atı onun əlindən çıxart." Söz deyəsən Hasan Paşanın beyninə batdı. Məclisdəkilər də Mehdər Murtuzun sözünü təsdiqlədilər. Hasan Paşa dedi: "Murtuz, dərdi bilən dərmanını da bilər." Baxın, dərdi bilən dərmanını da bilər. Bu ifadəni Hasan Paşa işlədir. De görüm nə təhər eləmək olar ki, qıratı onun əlindən çıxardaq. Mehdər Murtuz dedi: "Paşa, vallah nə bilim. Day onun atını pulu ilə alası deyilik ki, gərək elə bir adam ola ki, canından keçə, çənli belə gedə, ya qıratı gətirə, ya da ki, öz başını Koroğluya təslim verə." Paşa bir məclisə baxdı, hamı başını aşağı dikmişdi. Hasan Paşa özü də bilirdi ki, bu çox çətin işdir. Heç kəs buna qol qoymaz. Fikirləşib yol axtardı ki, nə eləsin? Birdən məclisin lap başmaq çıxanından, cındırından cınırkən bir adam qalxdı ayağa. Paşa baxdı ki, bu Keçəl Həmzədir. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məclisə qoymazdılar ki, başmaq uğurlayar, tövləyə qoymazdılar ki, quşqun uğurlayar. Keçəl Həmzə kef məclisi başlananda gəlib birtəhər özünü salmışdı içəriyə ki, qarnını doyursun. Qərəz Həmzə məclisin ortasına yeriyib dedi: "Paşa sağ olsun, bu işə mən gedirəm. Qıratı gətirdim, gətirmişəm, gətirə bilmədim. Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə." Hasan Paşa dedi: "Bala Həmzə, əgər sən gedib qıratı gətirsən, mən sən dünya malını qəni edərəm." Həmzə dedi: "Paşa, mənə tək dünya malı lazım deyil." Paşa dedi: "Sənə bəylik verərəm." Həmzə dedi: "Yox, paşa, o da mənə tək lazım deyil." Hasan Paşa dedi: "Səni oğulluğa götürürəm." Həmzə dedi: "Yox, qurbanın olum, mənə tək və təklikdə bunların heç biri lazım deyil."
Deməli, Həsən Paşa Keçəl Həmzəyə birinci dünya malına qəni eləyərəm deyir, sonra sənə bəylik verirəm deyir, sonra isə səni oğulluğa götürərəm deyir. Amma Keçəl Həmzə isə bunların heç birini istəmir. Keçəl Həmzə də Bolu bəy kimi çox hiyləgər bir adam idi. Çox bilmiş adam idi. Üçünü də ki, bir yerdə nə sən verməzsən, nə də mən istəmərəm. Gəl mən səndən elə bir şey istəyim ki, mənim üçün bunların hamısından qiymətli olsun, sənin üçün də bunun hamısından ucuz. Hasan Paşa dedi, istə görüm o nədir elə. Həmzə dedi, deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı qıratdır. Bu yarısını mən gətirəcəyim. Sizə qalacaq yarısı. O yarısından da bir pay düşəcək Bolu bəyə. Sənə qurban olum. Bu pay üçün sən ona Toqat paşalığını verdin, ləl verdin, bir də böyük qızın Dünya xanımı verdin. Gəl bu yarısı üçün də kiçik qızını ver mənə, gedim qıratı gətirim. Hasan Paşa dedi, ay axmaq, niyə bəyəm? Bir qız nə oldu ki, bəylikdən, mal dövlətdən, mənə oğul olmaqdan qiymətli oldu? Həmzə dedi, paşa sən bilirsən ki, Keçəl çox bilmiş olar. Keçəl Həmzə özü də öz dili ilə ifadə edir ki, Keçəl çox bilmiş olar. Mən də gəlir çıxarıma bilən adamam. Mən bilirəm ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qızı mənə versən, mən olaram sənin kürəkənin. Kürəkən ki var, elə oğula bərabər bir şeydir. Ondan sonra da bəylik öz-özünə gələcək mal dövlətdə. Məclisdəkilər Keçələ əhsən dedilər. Hasan Paşa fikrə getdi. Qızı Keçəl Həmzəyə verməyə ürəkdən razı değildi, amma bu tərəfdən də fikirləşirdi ki, qırat gəlsə Koroğlu basılacaq. O dedi, Həmzə razıyam. Yox, paşa sağ olsun. Zəhmət çək, öz dilindən bir dənə kağız yaz, möhrünü də bas üstünə, ver qoyum cibimə. Ondan sonra mənə möhlət qoy. Vədə başına gətirdim, haqqımı ver, gətirmədim, boynumu vur. Deməli, Keçəl Həmzə burada Hasan Paşadan bir kağız da istəyir. Qol çəkilmiş bir kağız da istəyir. Hasan Paşa çarnaçar öz dilindən bir dənə qol kağızı yazdı, möhrünü də üstünə basıb verdi Həmzəyə. Həmzə kağızı alıb qoydu qoltuğuna. Sonra Hasan Paşaya dedi, indi mənə izin ver, mürəxxəs olum, yolçu yolda gərək. Bunu deyib Keçəl Həmzə məclisdən çıxdı. Hasan Paşa bu işə çox şad oldu. Məclisi dağıtdı. Bolu bəyə deməlisini dedi, tapşırmalısını tapşırdı, yola saldı ki, gedib hazırlansın. Özü də bir namə yazıb bir qasidlə Bəyazidli Əhməd Tacirbaşıya göndərdi ki, baxın Əhməd Tacirbaşı, səninlə çox vacib işim var, başını orada islat, burada qırxdır. Deməli, Həmzə gedəndən sonra Həsən Paşa Əhməd Tacirbaşıya məktub yazır, namə yazır, qasidlə göndərir ki, səninlə çox vacib işim var, başını orada islat, burada qırxdır. Bəli, qasid Əhməd Tacirbaşı üçün Bəyazıda getməkdə olsun, Bolu bəy hazırlaşmaq üçün Ərzincana getməkdə olsun. Sənə kimdən deyim? Keçəl Həmzədən. Keçəl Həmzə sarığını geydi, çarıq ayaqqabıdır. Patabasını bərkitdi, torbasına bir-iki çörək qoyub belinə bağladı. Yola düzəlib pay piyada gündə bir mənzil yol getdi. Axırda bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı. Deyirlər ki, Koroğlu Ağqayada. Deməli, Koroğlu harda oturub? Ağqayada oturub karvan yollarına baxırdı. Bir də gördü ki, budur, bir nəfər gəlir. O qədər gözlədi ki, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığır yuxarı dırmaşmağa. Koroğlu qayadan düşüb kəsdi onun qabağını ki, dayan, de görüm kimsən, hardan gəlib, haraya gedirsən? Həmzə baxdı ki, qabağındakı bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Boy buxun, qol bilək, süysünün əti qat-qat tökülüb, qara bığlar kəl buynuzu kimi deşərəm ha deşərəm deyir. Gözlər tərlan gözü kimi oyur-oyur oynayır. Belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu Koroğludur. Hiylə niqabını çəkdi üzünə, özünü tanımazlığa vurub dedi. Koroğlunu axtarıram. Koroğlu soruşdu, neynirsən Koroğlunu? Həmzə dedi, qadan balam mənim bu canıma gəlsin. Mən ilxıçıyam, ömrümü günümü Bəypaşa qapısında çürüdüb ilxəyə getmişəm. O necə deyərlər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım ziyil töküb. Anamı görüm ki, məni doğan gün bir qara daş doğa idi. Başım keçəldi. Onun ucbatından heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da, elə ki, keçəl olduğumu bildilər, çıxardıb qovurlar. Day bu keçəlliyin üzündən gen dünya mənə dar olub. İndi başına dönüm. Koroğlunu deyib gəlmişəm. Deyirlər, o çox mərd adamdır. Çörəyə qızırqanan deyil. Ya budur məni qoysun elə qapısında, bacasında, süfrəsinin qırıq-qırığından yeyib dolanım, ya da bu başımı çəkib bədənimdən qopartsın, bu dünyanın dərd qəmindən azad olub. Bunu deyib Keçəl Həmzə elə ağladı ki, gözünün yaşını bıldır-bıldır tökdü.
Koroğlunun Keçələ yazığı gəldi. Dedi: "Dur gedək. O Koroğlu dediyin elə mənəm." Bunu eşitsək, Həmzə düşdü Koroğlunun ayaqlarına ki, "Qurban kəsilim sənə, Koroğlu, məni qapıdan qovma." Koroğlu onu qabaqlayıb dedi: "Dur ayağa, kişisən. Kişi bir qarın çörəkdən ötəri ayağa yıxılmaz." Keçəl Həmzə durdu. Koroğlu dedi: "De görüm əlindən nə iş gəlir?" Həmzə dedi: "Can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı eləməyəcəksən, nə də şərabçı. Eləmirəm bir dənə at tapşır, bəsləyim sənin üçün, dədə baba sənətim odur." Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedilər: "Ay Koroğlu, bunu hardan tapıb gətirdin? Bunun gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayıb." Deməli, dəlilərin gözü Həmzəni tutmur və ona Koroğluya deyirlər ki, "Bunu hardan tapıb gətirmisən? Bunun gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır." Yəni ki, çox bilmişdi. Heç əməlli adama oxşamır. Rədd elə getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri sakit eləyib dedi: "Görürsünüz, yazığın birisidir. Bizə nə eləyəcək? Qoyun süfrəmizin qırıq-quruğundan yeyib qapıda bazada dolansın." Keçəl Həmzə qırıq-quruqdan yeyib qapıda bazada qurdalanmağa başladı. Xanımlar, dəlilər nəyə buyururdularsa gedərdi. Getdiyi işi yaxşı da yarıdardı. Belə zirəkliyinə görə dəlilərin xanımların yanında Keçəl Həmzənin hörməti artdı. Koroğlu da Keçəl Həmzənin dilibaşlığını görüb onun adını dəyişdirib Çaloğlan qoydu. Deməli, Koroğlu Keçəl Həmzənin adını dəyişib Çaloğlan qoyur. Çaloğlan. Tövlədə bir yük yabısı var idi. O qədər yükləmişlər ki, sümükləri çıxmışdı. Ona baxmağı da Keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıdan müğayət olmağa başladı. Amma başladı nə başladı? Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Tövlədəki atların otundan, arpasından oğurlayıb yabının qarnına tökürdü. Bir neçə gündə yabını elə kökəltdi ki, dərsinə sığmaz elədi. Bir gün Koroğlu tövləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məəttəl qaldı. Dedi: "Ay Kaloğlan, sən atdan nə yaxşı müğayət olmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlir, Dürat bu il çox sınqındır. Tapşırıram onu sənə. Gərək onu da qırata çatdırasan." Deməli, burada Koroğlu görür ki, Çaloğlan, yəni Keçəl Həmzə qırata çox yaxşı, daha doğrusu yük yabısına çox yaxşı qulluq eləyib. Ona görə Dürat da bu il çox sınqın, yəni belə arıq olduğuna görə Düratı da ona tapşırır. Bu işə xanımlar, dəlilər razı olmadılar, amma Koroğlu onlara qulaq asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı, elə ki at başladı dirçəlməyə, birdən arpasını xırtdan kəsdi. Dürat yenə başladı arıqlamağa. Koroğlu işi belə görüb soruşdu: "Ay Koroğlan, bu ata nə oldu belə? Yenə gün-gündən dala gedir. Olmaya yaxşı baxmırsan?" Keçəl Həmzə dedi: "Mən əlimdən gələni eləyirəm ağa. Amma at o necə deyərlər, gecə-gündüz içəridə başından bağlıdır, ayaqlarından buxovludur. Nə işi yüzü görür, nə gün üzü. Yəqin ondan sınıxır." Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisində ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: "Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov açarını niyə verirsən?" Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz. Deməli elə Keçəl Həmzə Çənlibelə gələndə də dəlilər xanımlara etiraz eləmişlər. Dürata baxmağı ona tapşıranda da dəlilər və xanımlar etiraz eləmişlər. Həmçinin Düratın buxov açarını da Koroğlu Kaloğlana verəndə dəlilər və xanımlar etiraz edirlər. Keçəl Həmzə bir neçə gündə yenə də Düratı dərsinə sığmaz elədi. Amma ki, vaxt keçirdi. Keçəl Həmzə Çənlibelə gələni az qalırdı 1 ay olsun. Hasan Paşaya verdiyi vədə tamam olurdu. Çox fikir-xəyaldan, çox götür-qoydan sonra gecələrin birində öz-özünə dedi: "Mən 1 il də burada qalsam, Koroğlu Qıratın nə mehdərliyini mənə verəcək, nə də buxovunun açarını. Toqatda nə tanıyırlar ki, Qırat hansıdır, Dürat hansıdır. Elə bunu aparım, paşanı aldadım, qızı alım, 5 gün bu dünyada kef çəkim." Keçəl Həmzə bunu deyib gecə xəlvətcə Düratı yəhərlədi. Minib asta qaçan namərddir. Bir baş toqat deyib daban aldı. Sabah açıldı, Dəli Mehdər yerindən qalxıb atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü nə Dürat var, nə də Keçəl Həmzə. Başılovlu gəldi Koroğlunun yanına ki, nə durubsan, nə Dürat var, nə də Keçəl Həmzə. Dəlilər çaxnaşıb bir-birlərinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə.
De başladılar məzəmmət eləməyə ki, məzəmmət eləmək danlamaq, töhmət eləməkdir. Biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma? İgidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Koroğlunun Çənlibelin dəlilərin adı gələndə paşalar, beylər tir-tir əsirdilər. Gör indi iş nə yerə gəldi ki, keçər gedənin birisi gəlib buradan at apardı. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstünə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı sənə eyləyə bilməzdi. İndi də görək Düratı hardan tapacaqsan, necə gətirəcəksən. Koroğlu dedi, Dürat gedib qırat durur, minib gedib tapıb gətirərəm, az məni məzəmmət eləyin. Dəlilər başladılar deyinməyə ki, gedərsən, gətirərsən, sən nə bilirsən ki, o kimdir, hardan gəlmişdi, atı haraya apardı. Koroğlu qəzəblənmişdi. Təqsirkardır deyin, bir söz deyə bilmirdi. Amma ki, acığından bığlarını gəmirirdi. Birdən dik qalxdı ayağa, üzünü Eyvaza tutub dedi, Eyvaz, mənə şərab. Eyvaz şərab gətirdi. Koroğlu 7 badəni dalbadal içdi. Deməli, Koroğlu burada 7 badə şərab içir. Ondan sonra dəli Mehdərə dönüb çığırdı ki, atı yəhərlə. Qıratı ifçin yəhərləyib Koroğlunun qapağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu. Kəlmə kəsə nədir, heç dodağını da tərpətmədi. Ata minib yola düşdü. Koroğlu Qıratı sürməkdə olsun, sənə deyim Həmzədən. Həmzə canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə 40 dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, dönüb geri baxdı. Gördü, vallah yolda toz dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü, budur. Koroğlu Qıratın üstündə elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Elə onu eləyə bildi ki, Düratı qamçılayıb özünü tez 40 dəyirmanların qapısına saldı. Atdan düşdü. Atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı. Ay dəyirmançı, bir tez eşiyə çıx. Dəyirmançı tez eşiyə çıxıb soruşdu. Qardaş, nə istəyirsən, nə var? Həmzə dedi, bax o yol ilə gələn Qoç Koroğludur. Çənlibeldən gəlir. İlxısına qotur düşüb. Nə qədər dava dərman eləyibsə bir şey çıxmayıb. Axırda həkim kimyager dəyirmançı beyni buyurub. İndi dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Siz bu Keçəl Həmzənin tülkülüyünə baxın ki, hiləgərliyinə baxın ki, dəyirmançıya deyir ki, güya Koroğlunun ilxısına qotur düşüb. O da dəyirmançı beyni axtarır ki, o qoturu sağalsın. Məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl ki, yetişsə ömrünü tamam eləyəcək. Dəyirmançı dili tutar tutmaz dedi, ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? Bir bölük külfətim var. Gəl məni tərkinə al, bir yana qaçırt. Həmzə dedi, soyun paltarını al, mənim paltarımı gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını bir yana salaram, çıxıb gedər. Dəyirmançı tez paltarını çıxarıb, onun paltarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də ki, elə bu lazım idi. Tez onun paltarını geyinib dəyirmanın içinə girdi. Özünü şapkadan unluğun içinə salıb, üzün gözün o ki var, una buladı. O tərəfdən Koroğlu özünü dəyirmanın qapısına getirib çağırdı ki, ay dəyirmançı çölə çıx. Keçəl Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu. Nə buyurursan, mənə görə nə qulluq? Koroğlu dedi, İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi, odur girib dəyirmanın donuzluğuna gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluğa girdi. Mənə tapşırdı ki, yerini deməyim. Koroğlu atdan düşüb dedi, bir bu atı saxla görüm. Həmzə atı tutdu. Koroğlu dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi, ay Keçəl, belə çıx. Dəyirmançı biraz da o yana çəkilib dedi, haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdur. Ölsən də çıxmaram. Koroğlu dedi, ay Keçəl, qotur nədir, beyin nədir, belə çıx, səninlə işim yoxdur. Koroğlu gördü yox, bu öz xoşuna dəyirmandan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub lap dibə çəkildi. Koroğlu bir addım da irəli atdı, dəyirmançı qorxudan lap küncə qısılmaq istəyəndə paltarı ilişdi dəyirmanın çarxına. Çarx az qalmışdı, dəyirmançını bir təhər eləsin ki, Koroğlu aman verməyib, cəld onun qıçından tutdu, çəkdi bayra. Baxdı ki, Həmzə nə gəzir, bu dəyirmançı imiş. Başa düşdü ki, Həmzə onu aldadıb. Tez bayra tullandı. Görün də Həmzə nə iş elədi. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman qıratında yan yörəsinə hərlənib özünə mehriban eləmişdi.
Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona zəngi verərdi. Odur ki, Koroğlunun başı içəridə dərmancıya məşğul olan müddətdə Həmzə Qıratın gözlərini tumarlayıb minmişdi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, Keçəl Həmzə Qıratın belində, dəyirmandan da biraz aralı durub. Koroğlu bərk qəzəbləndi. Misri qılıncı çəkib hücum etmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Qırat ayağını götürsə, ona heç quş da çata bilməz. Başladı onu dilə tutmağa. Dedi: "Ay Kaloğlan, atı yeyin sürmüşəm, tərləyib. Elə minib incitmə. Düş al yedəyinə, biraz gəzdir, təri soyusun." Yeyin sürmüşəm odur ki, yəni sürətli sürmüşəm. Həmzə dedi: "Eybi yoxdur, mən də elə yavaş-yavaş sürüb gedəcəyəm, soyuyar." Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu baxdı az qalır atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tablamadı, dedi: "Canım Həmzə, gözüm Həmzə, Həmzə incitmə Qıratı. Budur sənə sözüm Həmzə, Həmzə incitmə Qıratı. Qıratdır mənim dirəyim, əriyər qalmaz ürəyim. Sən olasan duz çörəyim, Həmzə incitmə Qıratı." Eşidər paşalar beylər, şadlıq xəbərin söylər. Koroğlu iltimas eylər, bala, incitmə Qıratı. Həmzə dedi. Burada Koroğlu bir gəraylı deyir. Həmzə dedi: "Koroğlu, igidliyin var, adın sanın var, mərd adamsan. Bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilə gətirib başımıza vurursan?" Orada deyir ki, sən olasan duz çörəyim. Ona görə də Koroğluya deyir ki, bəs Həmzə Koroğluya deyir ki, bir ay süfrənin qırıq-quruğundan yemişik, indi dilinə gətirib başıma vurursan. Heç sənə yaraşan sifət deyil. Bir də bir at nədir ki, onun üçün bu qədər yalvarıb yaxarırsan? Koroğlu dedi: "Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyilsən. Düzünü de görüm, sən kimi verədib göndərib?" Həmzə dedi: "Koroğlu, eşit, agah ol. Mən Çənlibeldə sənə nə demişəmsə, hamısı doğrudur. Bu Keçəlbaş bu gen dünyanı mənə dar eləyib. Bir adam rəğbət eləyib, yəni hörmət eləyib, məni qapısına qoymur. İndi bu atı aparıram, Toqatda verəm Hasan Paşaya, bəlkə bu yolla bir ağ günə çıxam." Koroğlu dedi: "Aya, bu tədbir Hasan Paşandır, ya elə sən özün bu fikrə düşmüsən?" Həmzə dedi: "Xeyr, Hasan Paşandır, məni o göndərib." Koroğlu dedi: "Bala, indi ki belədir, düş atı ver özümə, dünya malından nə deyirsən, nə qədər pul istəyirsən sənə verim." Həmzə güldü, dedi: "Koroğlu, sən dünya görmüş adamsan. Niyə sən bilmirsən ki, Keçəli Allah da aldada bilməz? Yaxşı, mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan?" "Yox, aşna, üz vurma, Keçəl suya getməz." Koroğlu dedi: "Aya, Kaloğlan, indi sən elə atı mənim əlimdən alıb aparıb Hasan Paşaya verəcəksən?" Keçəl Həmzə dedi: "Koroğlu, Keçəl mərd olar. Mən nəinki sənin atını, heç bir tükünü də qoyub Hasan Paşaya vermərəm." Baxın, burada Keçəl Həmzəni ziddiyyətli obraz edən məqamlardan biri də budur. Keçəl Həmzə Koroğluya deyir ki, Koroğlu, Keçəl mərd olar. Mən nəinki sənin adına atını heç bir tükünü də qıyıb Hasan Paşaya vermərəm. Yəni burada Keçəl Həmzənin Koroğluya hörmətini görürük. Mən bilirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ günə çıxam. Nə vaxt ki, Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm. İndi day məni bağışla, getdim. Yolum uzaqdır." Koroğlu gördü ki, Həmzə atı aparır, dedi: "Həmzə, indi ki yola gəlmirsən, atı aparırsan, bara əylən, onun qiymətini deyim. Aldanıb ucuz verməyəsən." Bunu deyib Koroğlu sazı basdı döşünə, dedi: "Əylən deyim Qıratın qiymətini, 80 min sərkərdə mala da vermə. 80 min ağ tüklü qəmər öyəcə, 80 min xəzinə pula da vermə. 80 min ilxıya, 80 min ata, 80 min mahaldan gələn barata, 80 min çotana, 80 min cütə, 80 min çotanlı çala da vermə." Həmzə dedi: "Koroğlu, arxayın ol. Mən atı dünya malına verməyəcəyəm. Hasan Paşa ilə şərtim var. Atı ona verib, onun kiçik qızı Dona xanım alacağam." Deməli, böyük qızı, Hasan Paşanın böyük qızı Dünya xanım idi. Ərzincanlı Bolu bəy Dünya xanımı istəyirdi. Kiçik qızı isə Dona xanım idi. Keçəl Həmzə də Dona xanımla evlənmək istəyirdi. Koroğlu dedi: "Az alım, belə atı da bir qıza verərlərmi?" Sazı döşünə basıb aldı, sözün axır xanəsini dedi:
Koroğlu dövlətin indirsin dizə, say götür hamısını 80.000 yüzə. 80.000 gəlinə, 80.000 qıza, 80.000 ərgənə, dula da vermə. Həmzə dedi, Koroğlu, mən işin olanına sənə dedim. İndi özün bil, mənə nə ad verirsən ver, day mən gedirəm. Koroğlu dedi, Həmzə, indi ki belə oldu, apar get, muradına çat. Ancaq mən gəlincə atı yaxşı saxla. Qoyma incitsinlər. Sən ki bilirsən, at ki var, igidin qardaşıdır. Bu sözdə Koroğlunun ürəyi kövrəldi, sazı yenə də döşünə bastı, dedi. Həmzə, atı yaxşı saxla, at igidin qardaşıdır. Gündə müğayət olub yoxla, at igidin qardaşıdır. Yay olanda dağa yollat, yaz olanda içinlə allat. Qış olanda məxmər çullat, at igidin qardaşıdır. Atı sevib bəslə körpə, hayqıranda çıxsın sarpa. Hər yeyəndə 40 tasarpa, at igidin qardaşıdır. Sərin-sərin yuy suyunla, quyruğun bağla muyunla. Qoç Koroğlu çox öynəm, at igidin qardaşıdır. Həmzə dedi, Koroğlu arxayın ol, inşallah gələrsən, görərsən. Koroğlu dedi, Həmzə get, amma mənim bu sifarişimi də Həsən Paşaya çatdır. Get də o paşaya köç eləməsin. Qır atı gətirirəm, qala qoymaram. Qoşunu qıraram, varın talaram, ilxısında bir dayı qala qoymaram. İçmişəm badəni, indi meyxoşam, qıratın dərdindən dəli sərxoşam. Sözlərimi eşit, yaxşı bil paşam, dağıdıb ölkəndə qala qoymaram. Həmzə dedi, gözüm üstə çatdıraram, ancaq sən tez gəl. Keçən Həmzə bunu deyib qıratı seyirtdi, gözdən itdi. Koroğlu qıratı qaytarmağa gəlmişdi, qıratı əlindən verdi, dəyirmanın qapısına yerə oturdu, aldı görək nə dedi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Hal-hazırda indi dövrümüzdə də çünki olsun dəyirmançı, çağır gəlsin dən Koroğlu bir məsəl kimi işlənir. Verdin qırı, aldın dürü, döy başına yan Koroğlu. Qırat əldən getdi barı, canda qaldı intizarı. Üyüd arpa, buğda darı, al şahadın sən Koroğlu. Qırat burdan getdi büyün, sinəmə vurdu dağ düyün. Gedim dəllərə nə deyim, öl burada, qal Koroğlu. Koroğlunun özü acı idi, atı da arpasız. Dəyirmançı da suyu soğub qaçmışdı. Koroğlu gecəni at susuz yatdı. Elə ki sabah açıldı, bir də baxdı ki budur. Bir kişi qabağında da 2 yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi. A qardaş, dəyirmançı hanı? Koroğlu dedi, dəyirmançı yoxdur, indi dəyirmanda mən dururam. Kişi inanmadı, amma Koroğlu da macal vermədi. Bayaq öküzlərin üstündən çuvalları düşürüb dəyirmana apardı. Sonra kişidən soruşdu. Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdır, qorxuram damaq ola. Biraz ona arpa verim, yesin. Kişi dedi, çuvalların ikisi arpadır, ikisi buğda. Koroğlu baxdı ki, arpa çuvalları yarım çıxdı, tez ikisini qarışdırıb bir çuval elədi. Dür atın qabağına qoydu. Kişi istədi qoymasın, Koroğlu ona tərs baxdı. Kişi gördü ki, bu o dəyirmançılardan deyil. Biraz da uyan buyan eləsə, çəkib çənəsini ayıracaq. Yavaşca çəkilib bir tərəfdə durdu. Koroğlu özü də yaman ac idi. Durat arpanı yeyənə qədər buğdanı da töküb üyütdü. Unluğa biraz su buraxıb tez xamır qatdı. Ocaq çatdı, çörək pişirdi. Öküzün də birini kəsdi, kabab çəkdi. Yeyib toqqanın altına bərkitdi. Doyandan sonra dönüb kişiyə baxdı. Gördü kişi kirimişdə durub, matdım-matdım baxır onun üzünə. Dedi, əmi, özünü itirmə, bu şeyləri ki mən yedim, pulu neçə eləyir? Kişi dinmədi. Koroğlu gördü ki, kişi ondan qorxub, çıxartdı taxılın da, öküzün də pulunu 2 qat verib, onu razı saldı. Sonra Dürata minib yola düşdü.